Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda baş vermiş kütləvi davanı törədən şəxslər müəyyən olunublar. Xəbər verilir ki, bu barədə sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, mayın 2-də paytaxtın Nəsimi rayonunda baş verən insidentlə əlaqədar araşdırmalar davam etdirilir. Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmağa olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruqbaş, kələz ilanı da artıq aktivləşməyə başlayır. Xəbər verilir ki, bunun açıqlamasında serpantoloq Anar Cəfərov deyib. O daha sonra əlavə edib. Bir-iki halı çıxmaq şərti ilə, hələ ki, əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, Bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinir. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları biraz da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq. Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur. Adətən bizə ilanlarla bağlı məlumatlar Bakı ətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır. Bilgə, Qalan, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Ondan başqa Əhmədli, Həzəssanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər.